Heç kimə möhtac buyurmasın. Allah özündən başqa. Amin. Adam olarak. Kadar görmüyorsun ana. Allah köməyin olsun. Allah ömrü uzun eləsin. Allah canına can sağlığı versin. Allah sağlığı olsun. Amin, amin. Xəqani yaxşı baladır, yaxşı oğuldur. Vallahi Xəqani anacanı Allah haqqı. Xəqani mənim uşağımı bu sizlə danışanı səhifəmdə görmüşdü. Mənə direktə yazmışdı ki, ünvanı denəm mən gəlib sənin uşağıma yardım edəcəm. Allaha and olsun, bu orucluq sahibinə and olsun. Mən Xəqanini hələ indiyənə qədər tanımamışdım ki, Xəqani harada yaşayır, kimdir. Bilirəm, tanıyırıq Xəqandan. Yəni mən tanımamışdım da, o adam direktə mənə yazdı ki, yerimi de şəxsən mən dedi, gecə səhərə qədər o uşağı görüb yatmamışam dedi. Mənə ünvanı adresidir. Mənim uşağım elə bir başında şiş var da, o şişlər götürülməlidir, əməliyyat olunmalıdır başından, 4 yaşı var. Allah öz kömək dursun, inşallah. Əgər canlı yayında olanda denəm, mən də paylaşım səhərdən, yaxşı. Yaxşı ana, yaxşı. Qarşında baş əyirəm ana, Allah ömrü uzun eləsin, Allah cəmi şəhid qardaşlarımı rəhmət eləsin. İnşallah yaxşı olar qadınam, Allahın köməkliyi ilə, Allah canınıza sağlıq versin. Allah özü şəfasını versin. Mən özüm də 2-ci Qarabağ qazisiyəm. Mən biraz üzr istəyirəm ifadəmə görə. Gecə ayla qurmuşam. Mənim böyük oğlum budur, 6 yaşı var. Allah Mücə sənə. Sağ olun. Qarşında baş əyir. Allah şəhidlərini baş. Rəhmət eləsin. Sağ ol qadınam, Allah Öpərəm. Anana da var eləsin.